Rıza Şah zamanında hükümet tələbi Qacardan sonra istəyib bu məsələni həll eləyə, hamını yeksansaz eləyə, o duda maşinələr kimi hamını bir şəkil eləyə ki, hamımız ariyaysız, hamımız İranlısız. Sən Kürt dəyəsən, sən Türk dəyəsən, sən Ərəb dəyəsən, sən Bəluç dəyəsən, bir yerə yetirənməyiblər. Bugün sənin 4-5 dənə manqurt, asimil olmuş hesab, qazi, təbaa kimi adamlar, bunlar zor versələr Təbriz kimi şəhərdə ki, milyonlar insan orada zindəqanlıq edir, bir dənə 50 nəfərə cəm düzəldə bilərlər. Bunlar ayrı bir iş görməzlər, görənməzlər yəni. Bir dənə Türkə bir əhanəti oldu 1385-də, milyondan nəfər çıxdılar xiyabana. Ada bu məsələ həll şüdədir. Sən bunu yerinə yetirənmədin. Sən istədin tüylərin, uşaqlarını aparasan pansiyonlara, orada fars eləyəsən, qeytərəsən nənəsinin qucağına, hamıla fars. Xub eləyənmədin da sən bu məsələni yığışdır, bellə. Səncə indi deyilən, təfavütləri tamamı dünyada qəbul edirlər. Mən zəhləm gedər o adamlardan ki, deyərlər Urumiyyə şəhri rəngin kəman əqvamdır. Sənin burada bir Kürdün var, bir Fars heç yoxdur, az da olsa da 5-10 nəfər. 10 nəfərdən izaf olmaz. Kürddür, Türkdür, bunun mənası nədir? Sən onda Belçika nə deyəcəksən? Ki 100 dənə milliyyət yaşır. Sən onda Hindistana nə deyəcəksən? Sən müxtəlif kişilərdə heç olmasa bir 10 dənə rəsmi dilləri var, 10 dənə qovmiyyətlər yaşır orada. Bunlar müşkülləri bizlə, Urmiyəllərlə. Budur ki, biz tüylərdən qorxurlar, deyirlər siz tüy dəyəsiniz. İstirlər bir dənə, nə var düzəllərlə burada? Ki, biz tüylərlə bizim fasiləmiz olur. Biz Türk'ük, ələ-rəğmin ki, Türk'ük, İranlıyıq. İkisinə də hər zaman iftixar eləmişik. Ərzəmiz uğrumuna əvvəl. O tüylər Türkiyə tərəfində öz zindəqanlıqlarını eləsinlər, özlərinə xoş olsunlar. Azərbaycanlılar üstə özlərinə zindəqanlıq eləsinlər. Bu İranda da biz özümüzə şad yaşayaq, zindəqanlıq eləyək. Bu cür bir düşmənlər bizə amil rüşdümüz bulardır.